Ona görə də mən qaçmışam dağlardayım. Şəhərdən uzaq, insanlardan uzaq. Ancaq gedirəm rayonlarda. Məni izləyəcəklər böyük ehtimal, amma burada həmişə demişəm. Düzdür, var hisslərində maraqlanan, amma bilirsiniz necədir? Mən insanları belə bilmirdim, mən insanları sevirdim. Amma bir əzizi bitirəndən sonra, doğmağı bitirəndən sonra görürsən ki, elə mən də ölsəydim demək 3 gün sonra dədəm anam tək qalardı, övladlarım tək qalardı. İnsanlar sənə bugünkü şəraitimə görə, nə bilim, altındakı maşını var, cibindəki pulva görə bax sən. Bir də anamdan başqa 5 ayda heç kim deməyib ki, bugün nə yemirsən? Ürəyin istəyən bir yemək var mı məsəl üçün? Necəsən Nuran? Necəyəm? Ahirəti gözləyən bir necə olar ki?